Xoş gördük sizləri, əziz izləyicilər. 2026-cı ilin aprel ayı astroloji bir fenomendir. İlin geriyə doğru hərəkət edən planetləri olmayan yeganə ayıdır. Bu nadir olsa da baş verir, ona görə də fürsətdən istifadə etməyə və aprel ayı üçün ən vacib tədbirlərinizi evlilik, böyük alış-verişlər, investisiyalar və dramatik imic dəyişikliyini planlaşdırmağa dəyər. Amma yadda saxlamaq vacibdir, ayın ilk yarısı isinməyə və planlaşdırmağa sərf olunmalıdır. Son 10 gün isə ən cəsarətli planlarınızı inamla həyata keçirə bilərsiniz. Daha ətraflı buyurun izləyin. Abunə olmağı unutmayın. Aprel ayında bu bürcün nümayəndələri resurslarını doldurmaq ehtiyacını hiss edəcəklər. Enerjinizi və vaxtınızı mart ayından köhnə tapşırıqları yerinə yetirməyə və yaşayış sahənizi təşkil etməyə sərf edəcəklər. Lakin 19 apreldən etibarən Günəş bürcünüzə daxil olduqdan sonra böyük işlərə başlaya və cəsarətlə hərəkət edə bilərsiniz. Maliyyə məsələlərində sabitliyə üstünlük verin, xoşbəxtlikdən fitri praktikliyiniz sizi impulsiv xərclərdən qoruyacaq. Görünüşünüzə və sağlamlığınıza investisiyalar aprel ayında, eləcə də rahatlığınıza uğurlu olacaq. Təmirə və ya avtomobilinizin təkmilləşdirilməsinə pul xərcləyə bilərsiniz. Karyera məsələlərində aprel ayında tələsməyin. Gələcək üçün strategiyalar üzərində düşünmək və məsuliyyətlərinizə diqqət yetirmək daha yaxşıdır. Vəzifə yüksəlişi üçün vaxt aprelin ikinci yarısında gələcək. Risk etməkdən və ya ekstremal idman növləri ilə məşğul olmaqdan çəkinin. Bunun əvəzinə sizə sülh və harmoniya hissi verən, tarazlığı bərpa etməyə kömək edən fəaliyyətlərlə məşğul olun. Sevgi həyatınızı yaxşılaşdırmaq üçün əla zamandır. İndi əks cins üçün maqnitsiniz, ona görə də əmin-amanlıqla görüşlərə gedə, yeni münasibətlər qura və köhnə münasibətləri gücləndirə bilərsiniz. Lakin sağlamlığınız tamamilə emosional vəziyyətinizdən asılıdır. Masaj, istirahət təcrübələri və xüsusilə yuxu rejiminizi normallaşdırmaq faydalı olacaq. Buğa. Aprel ayında bu bürcün nümayəndələri resurslarını doldurmaq ehtiyacını hiss edəcəklər. Enerjinizi və vaxtınızı mart ayından köhnə tapşırıqları yerinə yetirməyə və yaşayış sahənizi təşkil etməyə sərf edəcəklər. Lakin 19 apreldən etibarən Günəş bürcünüzə daxil olduqdan sonra böyük işlərə başlaya və cəsarətlə hərəkət edə bilərsiniz. Maliyyə məsələlərində sabitliyə üstünlük verin, xoşbəxtlikdən fitri praktikliyiniz sizi impulsiv xərclərdən qoruyacaq. Görünüşünüzə və sağlamlığınıza investisiyalar aprel ayında, eləcə də rahatlığınıza uğurlu olacaq. Təmirə və ya avtomobilinizin təkmilləşdirilməsinə pul xərcləyə bilərsiniz. Karyera məsələlərində aprel ayında tələsməyin. Gələcək üçün strategiyalar üzərində düşünmək və məsuliyyətlərinizə diqqət yetirmək daha yaxşıdır. Vəzifə yüksəlişi üçün vaxt aprelin ikinci yarısında gələcək. Risk etməkdən və ya ekstremal idman növləri ilə məşğul olmaqdan çəkinin. Bunun əvəzinə sizə sülh və harmoniya hissi verən, tarazlığı bərpa etməyə kömək edən fəaliyyətlərlə məşğul olun. Sevgi həyatınızı yaxşılaşdırmaq üçün əla zamandır. İndi əks cins üçün maqnitsiniz, ona görə də əmin-amanlıqla görüşlərə gedə, yeni münasibətlər qura və köhnə münasibətləri gücləndirə bilərsiniz. Lakin sağlamlığınız tamamilə emosional vəziyyətinizdən asılıdır. Masaj, istirahət təcrübələri və xüsusilə yuxu rejiminizi normallaşdırmaq faydalı olacaq. Bu bürcün nümayəndələri sosial fəaliyyətə güclü bir istək yaşayacaqlar. Ünsiyyət dairənizi genişləndirməyə və qrup təşəbbüslərinə qoşulmağa başlayacaqsınız. Uran bürcünüzə daimi olaraq köçəcək, buna görə də intellektual yenilənməyə və qeyri-ənənəvi həllər axtarışı dövrünə hazır olun. Yeri gəlmişkən qeyri-ənənəvi həllər, xüsusən də komanda işi və ya texnologiya ilə əlaqəlidirsə, sizə maddi cəhətdən çox kömək edəcək. Lakin pul qazanmaq üçün hər fürsəti ələ keçirmək istəyinə qarşı durun. Lazımsız xərclərdən qaçınmaq üçün təklifləri diqqətlə süzgəcdən keçirin və nəzərdən keçirin. Bütün peşəkar uğurlarınız komanda işi ilə əlaqəli olacaq. Rəqəmsal alətlərlə işləyirsinizsə, bunu nəzərə almaq xüsusilə vacibdir. Yeni bir şey öyrənməyiniz lazım ola bilər və öyrənmə qabiliyyətinizi nə qədər çox nümayiş etdirsəniz, tərəfdaşlarınız və rəhbərləriniz bir o qədər təsirlənəcəklər. Bu, romantika üçün maraqlı bir dövrdür. Geniş üfüqləri olan insanlarla əlaqə qurmaq istəyə bilərsiniz və mövcud münasibətlər darala bilər. Onları məhv etməyə tələsməyin, sadəcə sərhədlərinizi biraz genişləndirməyə çalışın.
Şəhərdən çıxıb təbiətə çıxmaqla yaddaşınızı təzələmək üçün yaxşı bir fürsət olacaq. Xüsusilə də bu ayda həddindən artıq məlumat sinir sisteminin həddindən artıq stimullaşdırılmasına səbəb ola biləcəyi üçün. Xərçəng. Aprel bu bürcün gücünü sınayacaq. Bir tərəfdən karyeranızda qətiyyətli addımlar atmaq və rahatlıq zonanızdan çıxmaq istəyəcəksiniz, digər tərəfdən isə tez qərarlar qəbul etmək üçün məsuliyyət daşımaqdan qorxa bilərsiniz. Dostlar və ya həmkarlar komandası köməyinizə gələ bilər. Maliyyə baxımından vəziyyətin sabit olması gözlənilir, lakin detallara diqqət yetirin. Aprel ayında əlavə gəlir, bonuslar və təşviqlər olduqca mümkündür. Karyera nərdivanında yüksəlməyə qərarlısınızsa, bu doğru zamandır. Çətin tapşırıqları yerinə yetirin və çox proaktiv olmayın. Tək yaradıcı məşğuliyyətlər və hobbilər, xüsusən də şəxsi həyatınızda stresli anlar, məsələn, sıx iş qrafiki səbəbindən mümkün olduğundan, tarazlığı bərpa etmək üçün bir fürsət olacaq. Xüsusilə aprelin əvvəlində dolunay ətrafında səmimi söhbət etməyiniz lazım ola bilər. Sağlamlıq baxımından sinir sisteminiz ən həssas nöqtəniz olacaq. Həyatın sürətli olacağı gözlənilir, buna görə də stres səviyyənizi mülayimləşdirin və pəhrizinizi və yuxu rejiminizi izləyin. Şirlər üçün aprel enerji və ilham dolu bir ay olacaq. Öyrənmək, şəxsi inkişaf və peşəkar üfüqlərinizi genişləndirmək üçün geniş perspektivlər açılacaq. Səyahət etməkdən, xarici dilləri öyrənməyə başlamaqdan və yeni tərəfdaşlarla, xüsusən də beynəlxalq tərəfdaşlarla əlaqə qurmaqdan çəkinməyin. Bu dövrdə ətrafınızda bütün səylərinizi dəstəkləyəcək çoxlu insan olacaq. Bu, həmçinin təhsilə və ya səyahətə investisiya qoymaq üçün əla zamandır. Məsələn, müəllimlikdən əlavə gəlir mənbələri tapıla bilər. Peşəkar baxımdan aprel bacarıqlarınızı artırmaq, yeni bir vəzifə əldə etmək və forumlarda, konfranslarda və digər peşəkar tədbirlərdə iştirak etmək üçün unikal bir zaman olacaq. Lakin aprel ayı xüsusilə şəxsi tədbirlərlə zəngin olacaq. Xüsusən səyahət və ya təhsil tədbirləri vasitəsilə romantika, ehtiras və yeni tanışlıqlar ayı olacaq. Ailə tədbirləri və təbiətə birgə gəzintilər mümkündür. Sağlamlığınız barədə narahat olmağınıza ehtiyac qalmayacaq. Enerjiniz yüksəkdir və sağlamlıq müalicələri və məşqlər dövrünə başlaya bilərsiniz. Qız bürcünün nümayəndələri aprel ayında dəyərlərini və prioritetlərini yenidən qiymətləndirməli və resurslarını yeni yollarla idarə etməli olacaqlar. Bu, onların adi həyat ritmində dəyişikliklərə səbəb ola bilər və hətta daxili narahatlığa səbəb ola bilər, lakin dəyişiklik çətinliklər olmadan baş vermir. Maliyyə işlərinizi qaydasına salmaq, vergi öhdəliklərini, investisiyaları və borcları həll etmək vacibdir. Təbii diqqətliliyiniz burada köməyinizə çatacaq. Məhz bu dövr ətraflı audit və diqqətliliyin aşılmaz görünən problemləri həll etməyə kömək edə biləcəyi dövrdür. İşdə də dəyişikliklər mümkündür. Struktur dəyişiklikləri və məsuliyyətlərin yenidən bölüşdürülməsini gözləyin. Çevik olsanız və yeni iş şəraitinə uyğunlaşsanız, şübhəsiz ki, uğur qazanacaqsınız. İndi fikirlərinizi təşkil etmək, özünüz, hərəkətləriniz və qərarlarınız haqqında düşünmək üçün həmişəkindən daha çox tək vaxta ehtiyacınız var. Bu xüsusilə doğrudur, çünki şəxsi münasibətlərdə etibar və yeni səviyyəyə keçidlə bağlı böhranlardan qaçınmaq çətin olacaq. Büdcə məsələləri ilə bağlı ailə müzakirələri də qaçılmazdır və burada əsas vasitələriniz taktika və kompromis olmalıdır. Sağlamlıq məsələlərində psixosomatik problemlər ön plana çıxacaq. Daxili emosional gərginlik qaynar nöqtəyə çatacaq və fiziki narahatlığa çevriləcək. Buna görə də orta dərəcədə fiziki fəaliyyətdən qaçınmayın və istirahət üçün optimal şərait yaratmağa çalışın. Aprel ayında Tərəzi bürcünün müxtəlif sahələrdə istəklərini bölüşən etibarlı insanlarla əhatə olunması çox vacib olacaq. Dolunay sizi yeni əlaqələr qurmağa təşviq etsə də, Qoç bürcünün müxalif enerjisi sizi münaqişələrə və qarşıdurmalara doğru meyləndirəcək. Aprel ayında maliyyə vəziyyətinizə çox diqqətli olmalısınız. Sənədlər imzalayarkən diqqətli olun, hüquqi cəhətdən savadlı insanlarla məsləhətləşin və xırda şriftləri oxuyun. Eyni şey peşəkar həyatınıza da aiddir. Detallara diqqət yetirin, taktika tətbiq edin və diplomat olun. Aprelin bütün tələlərini dəf edə və nüfuzunuzu gücləndirə biləcəksiniz.
Şəxsi həyatınızda seçim etməlisiniz və bu həyatınızı dəyişdirə bilər. Özünü göstərəcək böhran bu gün yaranmayacaq və həll edilməli olacaq, ancaq mövcud münasibətlərinizin yeni səviyyəyə yüksəlməsi ilə mükafatlandırılacaqsınız. Hələ də subaysınızsa, əmin olun, əks cinsin diqqəti təmin edilir. Sağlamlıq baxımından böyrəklərə və bel bölgəsinə xüsusi diqqət yetirin. Hipotermiyadan qaçınmaq, su balansınızı idarə etmək və lazımi profilaktik tədbirləri təmin etmək vacibdir. Aprel ayında əqrəblər üçün həyatlarını təşkil etmək və fiziki resurslarını gücləndirmək çox vacibdir. Məhsuldar işə hazırsınız, amma iddialı layihələrə birbaşa baş vurmaqdansa, gündəlik işlərə sadiq qalmağı üstün tutacaqsınız. Sevdiklərinizlə ünsiyyət qurmaq, birlikdə səyahət etmək və asudə vaxt keçirmək enerjinizi bərpa etməyə kömək edəcək. Maliyyə baxımından hər şey yaxşı və sabit olacaq, buna görə də bir müddətdir düşündüyünüz məqsədlər üçün sakitcə büdcə tərtib edə bilərsiniz. Müntəzəm xərcləri nəzərdən keçirmək və maliyyə təhlükəsizlik şəbəkəsi qurmağa başlamaq faydalı ola bilər. İşdə cədvəldə düzəlişlər etmək və məsuliyyət sahələrini yenidən müəyyənləşdirmək mümkündür. Konstruktiv bir insan olaraq prosesə qoşulmaqla idarə etməyə əhəmiyyətli dərəcədə kömək edə bilərsiniz. Əsas odur ki, ofis siyasətindən uzaq durun. Şəxsi münasibətlərin problemli olması gözlənilmir. Tərəfdaşınızla ünsiyyət sizin üçün xüsusi bir rahatlıq zonasına çevriləcək. Subay əqrəblər hətta ən sadə gündəlik vəziyyətlərdə belə çox maraqlı biri ilə tanış ola bilərlər. Fiziki rifah xüsusi diqqət mərkəzindədir. Aprel ayı tibbi müayinədən keçmək, sağlamlıq proqramına başlamaq və müayinə təyin etmək üçün ən yaxşı vaxtdır. Bədəninizin siqnallarını dinləyin və ehtiyaclarına dərhal cavab verin. Aprel ayı Oxatan bürcü üçün çox dinamik bir dövr olacaq. Həvəs dalğası yaradıcı olmaq, bədii səylər göstərmək, yeni təcrübələr qazanmaq və özünüzü yeni yollarla reallaşdırmaq istəyi hiss edəcəksiniz. Oxatan bürcünün təbiətini bilməklə bu cür istəklər romantik macəralara və ya sahibkarlıq təşəbbüslərinə səbəb ola bilər. Aprel ayı nikbinliklə yadda qalacaq və xəyallarınız o qədər yoluxucu olacaq ki, tez bir zamanda eyni düşüncəli insanları cəlb edəcəksiniz. Hobbilər və yaradıcı layihələr əlavə gəlir gətirə bilər, lakin ehtirasınızı nəzarətdə saxlayın. Riskli sövdələşmələrdən və əməliyyatlardan çəkinin. Peşəkar olaraq ictimai fəaliyyətlə məşğul olmalısınız. Sizə müəllimlik vəzifəsi, ictimai təqdimat və ya yeni bir layihənin başlanması təklif oluna bilər. Rəhbərlik dəstəyi almaq və özünüzü sübut etmək şansınız olacaq. Romantik baxımdan yenilənmiş hisslər, yeni tanışlıqlar və zəngin təəssüratlar gözləyin. Subay oxatanlar unudulmaz bir romantika yaşaya bilərlər. Uşaqlara və ya daha kiçik ailə üzvlərinə çox diqqət yetirməli və ailə fəaliyyətlərində iştirak etməli olacaqsınız. Sağlamlığınız barədə narahat olmağınıza ehtiyac yoxdur. Fiziki potensialınız yüksəkdir, amma fəaliyyət və sağalma arasında tarazlığı qoruyun və keyfiyyətli yuxunu da unutmayın. Aprel ayı Oğlaq bürclərinə yenidən diqqət yetirmək və əsas dəyərlərə qayıtmaq şansı verəcək. Ailəni, evi və daxili gücünüzün əsasını təşkil edən prinsipləri xatırlamaq. Bu ay təmir və ya hətta tikinti işləri aparmaq, köçmək və ya partnyorunuzla münasibətlərinizin vəziyyətini dəyişdirmək üçün kifayət qədər bacarıqlısınız. Büdcənizi yenidən nəzərdən keçirməlisiniz. Ev xərcləri, təmir, böyük alış-verişlər və ya qohumlara dəstək olmaq üçün maliyyə resursları tələb oluna bilər. Bu xərclərin cüzdanınıza çox zərbə vurmasının qarşısını almaq üçün ayın əvvəlindən maliyyə böhran əleyhinə ehtiyat yaratmağa başlayın. Aprel ayında iş yerində sürətli reaksiyalarınızı tələb edəcək vəziyyətlər yarana bilər və soyuqqanlılığınız hisslərinizin kölgəsində qalmamalıdır. Əks təqdirdə peşəkar stressiniz şəxsi həyatınıza da təsir edəcək və ailənizdəki romantik atmosferi əhəmiyyətli dərəcədə zəiflədəcək. Bu xüsusilə vacibdir, çünki aprel ayı subay oğlaqları xoş romantik bir qarşılaşma ilə təəccübləndirə bilər və uzunmüddətli nəticələrə səbəb ola bilər. Sağlamlıq baxımından həzm sisteminizi nəzarətdə saxlayın, stresli yemək səbəbindən əlavə çəki almamaq üçün yeməyinizin keyfiyyətinə və miqdarına nəzarət edin.
Aprel ayında Dolça bürcünün nümayəndələri dinamik sosial həyat və həyatınızı həm xarici, həm də daxili olaraq dəyişdirəcək yeni informasiya axını ilə qarşılaşa bilərlər. Biliklərə susamaq, maraqlarınızı bölüşən insanlarla ünsiyyət qurmaq və eyni düşüncəli insanlarla əlaqə qurmaq və tapmaq istəyəcəksiniz. Aprel ayının sonuna qədər xarici dünya ilə ünsiyyət qurmaq tərziniz və məqsədiniz tamamilə dəyişəcək. Maliyyə baxımından intellektual kapitalınızı pula çevirmək imkanlarınız olacaq. İntellektual fəaliyyətiniz və ünsiyyət bacarıqlarınız dividendlər gətirə bilər. İşdə tez və asanlıqla öyrənmək, innovativ həllər yaratmaq və danışıqlar aparmaq bacarığınız qiymətləndiriləcək. Qısa təhsil səfərlərinə çıxmaq imkanınız ola bilər. Romantik münasibətlərdə diqqətiniz sizə intellektual cəhətdən meydan oxuya biləcək insanlara yönələcək. Artıq münasibətdə olan Dolça bürcünün üzvləri yeni istirahət formaları vasitəsilə münasibətlərini yeniləmək imkanı əldə edəcəklər. Sağlamlıq baxımından sinir sisteminizi həddindən artıq yükləməməyə, rəqəmsal məzmun istehlakınızı məhdudlaşdırmağa, təbiətdə daha çox vaxt keçirməyə və özünüz üçün informasiya məhrumiyyəti günləri təşkil etməyə çalışın. Balıqlar bürcü üçün aprel ayı maddi məsələlərin ön plana çıxdığı bir ay olacaq. Əlavə gəlir mənbələri və istedadlarınızı pul qazanmaq üçün yeni imkanlar tapmaq üçün səylərinizi artıracaqsınız. Düşüncədən hərəkətə keçməyin vaxtıdır. Şəxsiyyətinizin yeni aspektlərini və yeni imkanları kəşf edə bilərsiniz. Maliyyə baxımından mümkün əlavə gəlir mənbələrinə diqqət yetirməyə dəyər. Bundan əlavə planlaşdırılmamış xərclər, çox güman ki, məişət məsələləri ilə əlaqəli risk var. Tapşırığınız ayın əvvəlindən etibarən ciddi bir büdcəyə riayət etmək və impulsiv alış-verişlərdən çəkinməkdir. Baxmayaraq ki, cazibələr böyük olacaq. Sağlamlıq baxımından boğazınızı, tiroidinizi və həzm sisteminizi laqeyd yanaşmayın. Əsas məsələ orta dərəcədə balanslı qidalanma, eləcə də yoga kimi dərin istirahət təcrübələridir. İdeyaları mənfəətə çevirməyi öyrəndikdən sonra peşəkar uğur sizə gələcək. Qərarlarınız nə qədər praktik olarsa, rəhbərliyinizin sizin haqqınızdakı fikri bir o qədər yüksək olacaq. Ayın sonuna qədər maaş artımını müzakirə etməyə və iş şərtlərinizi yenidən müzakirə etməyə başlaya bilərsiniz. Ailə həyatınızda partnyorunuzun gözündə etibarlı və emosional cəhətdən təhlükəsiz görünmək üçün daha diqqətli və praqmatik olmalısınız. Aprel ayı sevgi və qayğının ən yaxşı şəkildə hərəkətlər və bir-birinizin maddi ehtiyaclarına diqqət yetirməklə nümayiş etdirildiyi bir dövrdür. Bu evinizi, alış-verişinizi və ailə tədbirlərinizi birlikdə təşkil etmək üçün ideal bir zamandır.